Porsche Panamera 2022 arxa qapının pərdəsi. Значит, belə bir problem var. Salırıq aşağı. Вот так вот. Belə bir problem baş verib. Buna oxşayan bir problemlə rastlaşmışıq. Bir model aşağıda. Вот. İndi qapının nabivkası təbii ki sökülməlidir və orada olan problemi qismən şəkildə sizinlə paylaşaq və onun təmirinə başlayaq. Qapının nabivkası sökülüb, pərdə mexanizmi sökülüb və sol üstündədir. Yeni modeldir və ona görə burada tros sistemi düzəldiblər. Yəni burada artıq ip deyil, köhnə modeldəki kimi. Hələ ki dəqiq məlum deyil burada problemlərdir. No, yenə də tros olmağı xeyli işimizi rahatlaşır. Dayıcı sökəyə baxaq görə nədir və inşallah bundan sonra pərdə quraşdırılacaq öz yerinə və işləyən pərdəni sizinlə paylaşacaq. Getdik. Artıq hər şey işləyir. Zavodskoy kimi. Porsche Panamera 2022 arxa qapının pərdəsi. Пока-пока. Давай его заведем.